Xınalığın 5000 ilə yaxın yaşı vardır. Və bu yaş arxeoloji qazıntılar nəticəsində öz təsdiqini tapmış və müxtəlif rəngarəng mədəniyyətlər Xınalıqda mövcud olmuşdur. Bu mədəniyyətlərdən bir sırasını sizə misal çəkə bilərəm ki, burada Roma mədəniyyəti, Bizans mədəniyyəti, Misir mədəniyyəti, Fars mədəniyyəti, Parfiya, Sasani mədəniyyətlərini. When you say Roman, Yeah. what do you mean by like what time period do you mean? These are BC in 4th century. 4th century BC. Yeah. Our 3rd century in Finch this time period. The Romans were here. Yeah, Really? yeah, Then. yeah. They maybe is control to Silk Road, maybe to business roads they controls. Ümumilikdə Azərbaycan haqqında onu deyə bilərəm ki, Azərbaycan çox qədim tarixi bir dövlətdir və tarixi bir məkanda yerləşmiş bir dövlətdir. This is Roman. Roman, no, this is Persian. This coin Persian, this coin Arabic. That's the Medusa, yeah. Yeah, this Medusa in Roman. And you found that one? Yeah, Did you? Which of these did you find? Onun keçmişdə bir sıra demək olar ki, yəni keçmişdə bir sıra dövlətlər mövcud olmuş bu ərazidə və onun Azərbaycan həmin dövlətlərin davamçısı hesab olunur. Silk Road. Silk Road. People also. come like here No, and go that way. here. Look like if they come down here and they connect Xınalıq and they go direction. Bunlardan ən yadda qalan tarix yazanlardan biri məhz Qafqaz Albaniyasıdır. Qafqaz Albaniyası Azərbaycanda uzun müddət öz hökmranlığını sürmüş və davam etdirmiş. Eyni zamanda Qafqazda çoxlu tarixi izlər buraxmış. Bu tarixi izlərdən biri də məhz Xınalıqdır. Xınalıqda ümumilikdə 6-ya yaxın məscid yerləşir. Bu məscidlərdən biri də məhz bu gördüyünüz binadır. Bu bina əvvəllər istifadə olunmuş Zərdüştlük dini ayinlərinin keçirilməsi üçün, sonradan İslamiyyət 9-cu 10-cu əsrdə artıq Xınalığa gəldikdən sonra bura çevrilib olub məscid. Hal-hazırda öz Zərdüştlük izlərini öz təməllərində daşıyır bu bina. Yəni qoyunçuluqla bağlı onu deyə bilərəm ki, Xınalıqda qoyun sürüləri hər il. Xınalıqlılar adətən bu köçü 2 dəfə eləyirlər ildə, belə deyək. Birinci köç başlayır sentyabr-oktyabr aylarında. Deməli, qoyun sürüləri və çobanlar gedirlər aşağı, Haçqabul ərazisinə, daha isti yerə. Çünki qışda Xınalıq soyuq olur və qoyunlar çölə çıxması və yaxud qoyunların burada sağ qalması biraz çətinləşdiyinə görə düşürlər isti ərazilərə və yenidən qayıdırlar aprel-may ayında Xınalığa. Ümumilikdə 200 kilometr ibarətdir bu yol və 20 gün ərzində olunur bu yol. Mədəniyyətinə aid çoxlu ərazilər və çoxlu abidələr yerləşir bu ərazidə və ümumilikdə 500-400 nəfər Xınalıqlı, 70-80 minə yaxın Xınalığa aid qoyun sürüləri buradan düşür. Ümumilikdə bu yolu 400 minə yaxın qoyun sürüsü. Where did your grandfather, Yeah, his father, yeah. where did he live? In the same house as you have now? No. My grandfather lived here. To now Which one? my uncle lived there. Which one is that? Museum near. To iron roof. Can you Okay. see? Another grandfather lived in that house. My father lived it around. What do you think is the key to life? Is it doing a job you love? The most important thing? Wait, I'm thinking a little bit. No, whatever. I mean, Yes. Məncə insan harda yaşasa, onun xoşbəxtliyi orada özü yaratmalıdır. Hiss etdiyin işlərə məşğul olmasan, bu daha çox insanı xoşbəxt edir.
gerçekten xoşbəxtdir diye bir anlayış mevcut veya mevcut olmadığı sual altında olan bir şeydir. Bu dalga kimi gəlib gedən bir şey. İstəyir Xınalada, istəyir Londonda, istəyir hər hansı bir şəhərdə sən yaşasan da xoşbəxtliyi sən özün yaratmalısan. Şva. İş. Salam.